30 dərəcə şimal enliyinə il ərzində günəş şüalarının minimum və maksimum düşmə bucağını hesablayın. Burada bizə günəşin düşmə bucağına aid maksimum və minimum düsturuna ehtiyacımız olacaq. Belə ki, bildiyimiz kimi günəşin maksimum minimum düsturuna 90 çıxılsın, mötərizəsində x plus 23.5 və x minus 23.5 düsturlarından istifadə edəcəyik. Belə ki, burada x-in yerinə 30 dərəcə şimal paralelini yerləşdirəcəyik və bir dəfə burada 23.5 dərəcə günəşin zenittdə olduğu, yəni yay gün dönümü günəşin zenittdə olduğu şimal enliyindən çıxaraq və alacağımız cavab 83,5 dərəcə. Digərində isə biz 90 dərəcə enlikdən günəşin zenittdə olduğu 22 dekabr tarixində zenittdə olduğu 23.5 cənub enliyindən 30 dərəcə paralel arasındakı fərqi tapmaq üçün isə toplayarıq. Bunu tapmağa çalışacağıq və bu zaman 90-dan da biz mötərizənin içinə çıxdıqda qalan cavabımız olacaq 36,5 dərəcə. Beləcə bizim doğru bəndimiz günəşin minimum düşmə bucağı 36,5, maksimum düşmə bucağı isə 83,5 dərəcə olacaq.